IELTS speaking, IELTS danışıq dərsi part 0. Biz bunu part 0 adlandırırıq ki, yəni birinci hissə deyil, birinci hissədən əvvəlki olan salamlama dərsi, imtahan götürəni salamlama. İmtahan götürən səndən question one, birinci sual, imtahan götürən səndən bu sualı soruşa bilər. Good afternoon, günortanız xeyir. My name is Elizabeth Ferguson, mənim adım Elizabeth Fergusondur. Could you tell me your full name? Sən mənə ad və soyadını deyə bilərsənmi? Hətta cavabında deyə bilərsən good afternoon Elizabeth, günortanın xeyir Elizabeth və yaxud onun adını deməyə də bilərsən good afternoon, günortanız xeyir. Sadəcə bunu da deyə bilərsən, heç bir problemi yoxdur. My name's Boy Min Trang. Mənim adım Boy Min Trang'dır. Burada my name's deyirik, my name's. Biz demirik my name is də demək olar, amma daha yüksək danışıqda, daha yüksək səviyyə danışıqda my name is'in əvəzində biz deyirik ki my name's. My name Boy Min Trang deyirik. Burada biz demirik good afternoon Miss Elizabeth demək səhvdir. Biz gərək Miss, Mister sözünü soyadın qabağında işlənirik. Məsələn, mənim adım Fuad Meyrəliyevdir, mənim adım. Biz Mister Meyrəliyev deyirik. Mister Fuad demək, səhvdir, gərək deyək ki, Mister Meyrəliyev.